Çoxları soruşur bu məhsul yağlara necə təsir göstərir. Gəlin canlı nümunə ilə baxaq. 1 stəkan su, biraz yağ, zeytun və yaxud da ki digər yağ və xitazan kapsulu bizə lazım olacaq. Xitazan mədədə yağ molekullarını özünə yapışdırır. Yəni yağ bədənə keçmir, qana sovrulmur. Ən önəmlisi isə bu proses təbii şəkildə orqanizmə zərər vermədən baş verir, xolesterin balansına çox dəstək olur. Bu yağları düşünün. Xitazan bunları özünə yığır, sanki süngər kimi. Mədədə yağları özünə bağlayır. Yağ qana keçmir, damarlarda yığılmır, bədən üçün yükə çevrilmir. Xüsusilə yağlı yeməklərdən sonra şişkinlik, ağırlıq, narahatlıq hiss edən insanlar üçün bu çox yaxşı faydalıdır. Xitazanın əsas funksiyası yağların azaldılması, xolesterin balansına, ürək-damar sağlamlığına və ümumi enerjiyə dəstək göstərir. Ətraflı məlumat üçün səhifədəki nömrəni əlaqə saxlayın, köməklik göstərək. Öz bədəninə qarşı sərt olma, ona düzgün dəstək ver. Videoda da gördüyünüz kimi xitazan yağı necə özünə birləşdirir və qarışmağa qoymur.